Salam əziz izləyicilər. YouTube kanalımıza xoş gəlmisiniz. Əgər hələ də abunə olmamısınızsa, indi abunə ol düyməsinə basaraq bizə dəstək ola bilərsiniz. Gündəlik aktual xəbərlər üçün bizi izləməyi unutmayın. İndi isə gündəmin diqqət çəkən mövzularından biri barədə danışaq. Sosial şəbəkələrdə Kati ləqəbi ilə tanınan bloger Zeynəb Zeynallı barəsində məhkəmə qərarı çıxarılıb. Məlumata görə, prokurorluq orqanının təqdimatı əsasında onun haqqında inzibati həbs tədbiri seçilib. Qərara əsasən o, sosial media hesabında nalayiq ifadələr işlədərək və təhqiramiz paylaşımlar edərək ictimai qaydaları pozub. Bildirilib ki, 100 minlərlə izləyicisi olan səhifədə yayımlanan bu tip məzmun açıq şəkildə cəmiyyətə qarşı hörmətsizlik kimi qiymətləndirilib və bu hal xırda xuliqanlıq çərçivəsində dəyərləndirilib. Məhkəmə iclası zamanı Zeynəb Zeynallı öz çıxışında emosional davrandığını, onu tənqid edən şəxslərə qarşı sərt cavablar verdiyini etiraf edib. O, sosial şəbəkələrlə bağlı qanunvericilikdə edilən dəyişikliklərdən xəbərsiz olduğunu bildirib və bir daha bu cür paylaşımlar etməyəcəyinə söz verib. Hakim isə onun geniş auditoriyaya sahib olmasını və bu cür paylaşımların təkrar xarakter daşımasını nəzərə alaraq 8 gün müddətinə inzibati həbs qərarı verib. Qərardan sonra o, birbaşa saxlanılma yerinə aparılıb. Qeyd olunur ki, daha əvvəl də müxtəlif inzibati tədbirlərlə üzləşsə də, bu onun ilk həbs halıdır. Mənbə BBC News xəbəri bəyəndinizsə, videoya like atmağı və kanalımıza abunə olmağı unutmayın. Dəstəyiniz bizim üçün çox önəmlidir. İzlədiyiniz üçün təşəkkür